Herkese salam dostlar. Uzun bir aradan sonra yepyeni bir video ile karşınızdayım. Bildiğiniz gibi uzun bir vaxt ki YouTube'a biraz ara vermiştim ve yeniden qayıtdım uşaqlar. Yeniden devamlı videolar çəkəcəyik. Bilənlər bilə bir dəfə də YouTube'a ara vermiştim bəzi məlum səbəblərə görə, amma yeniden qayıtdım uşaqlar. Və indi isə Supercell'in şanslı gün dediyi günlük hədiyələrdən verən 6 ayrı super hediyeler sizlerle bir yerde atacağız uşaqlar. Və videomuza keçməmizdə də bu cür videonun davamı üçün kanalıma abunə olmaq və bu videoya like atmayı unutmayın uşaqlar. Və hazırsınızsa keçək videomuza. Və indi isə buradan gəlim bir karakter götürüm və emzolar, emzi çox xoşlayıram. Və səviyyəsini də arttırdıq və ilk oyunumuzla başlayaq. Və dostlar gördüyünüz kimi oyunumuz açıldı və uşaqlar, buradan da bunu aldım mı? Zaten botlu 0 kupalıqlarda girmişəm. Bir də dostlar bilməyənlər üçün deyim, bu mənim yan hesabımda öz ana hesabımda bir oyun oynamışam. Ona görə çəkmədim o hesabda. Yan hesabımda da indi çəkirəm. Buradan da elimizdə yaxından hasar vermirik heç. Və gərək son kişimizi öldürməyə. Buradan kim var? Botlu diye hamısı gizlənir. Harda diye bu. Gedib özümü qazı öldürürüm uşaqlar. Çox uzun gedir belə və ilk meka kutumuzdan başlayacaq. İnşallah bir dənə yaxşı bir şey çıxar uşaqlar və ilk meka kutumuzla başlayıram. Və hadi bir 10 üstü və 9 yazı uşaqlar meka kutularından mənə. İndiyə kimi bir dənə başqa bir yan hesabıma Mekaleon çıxmışdı. Ondan başqa da bir şey çıxmadı. Və indi isə sushi qazanmaq üçün oyunumuzu giririk. Və gördüyünüz kimi dostlar oyunumuz açıldı və bir də uşaqlar mən bu sushi sezonunda heç oynamamışam uşaqlar. Yəni o vaxtlar bravo silmişdim. Amma mən çox köhnələrdən oynayıram bu oyunu. 2020-19'dan beri oynayıram. 2022-2023'te sildim. O arada da sushi sezonu olub yəqin. Onda oynamamışam. Daha doğrusu 2024'ü də mən oynamadım. 2025'ten mən başladım bravo oynamaya. Bir ara dediğim kimi ara vermiştim və buradan da bunu alıb öləcəm. Daha doğrusu bunun zəhərini öldüm. Və ikinci hədiyəmizi də açır uşaqlar. Dediğim kimi sushi hədiyəmizdir. Hadi bir ki olmadı. Birde kaldı uşaqlar. Bundan da bir şey çıkmadı. Ve dostlar gördüğünüz gibi 3. oyunumuz da açıldı. Bu 3. ödülümüz köhnələrdən olan mega kutunu açacaq uşaqlar. İnşallah bundan da bir 10 üstü bir şey çıxarda bilərik. İnşallah çıxarda biləcəyik. Ve buradan da 5. Çok tez öldü adamlar. Bir yana buradan da öldürün bunu ve bu da öldü. Gedim indi də özümü qaza öldürməyəcəm. Daha gedim hem kupada kasmış olum. Bunu da buradan alacağım. Gel. Janet da. Hara qalxırsan ay Janet. Gel bura, gel bura. El Primo sen de gel El Primo. Sen de öldün. Ve keçdik uşaqlar 3. ödülümüzə. Buradan da mega kutuya bastım və yenə 9 yazdı uşaqlar. Yenə bir şey çıxmadı. İndi yaxşı bir şey çıxardarıq. İnşallah bu 4-cüdən yox 5-ci hədiyəmiz yenə mega kutu olacaq uşaqlar. İndi isə həm şeytan həm də melek kutusu açmaq üçün bir oyun daha giririk. Ve dostlar gördüğünüz kimi oyunumuz açıldı. Buradan da bu ilki qıraq. Hadi be qırıl da. Ve dostlar buradan da bunları aldım. Haydi be ölün da. 1. 2. 3. maçımız tez öldü adamlar ama yavaş yavaş kutu kupamız arttıkça oyuncuların gücü de artır. Buradan Meyze gəlir.
Yaxınına girməmək. Hadi öl daha. Qəşəng. Buna niyə girdi bu çıxmır? Aha. Çıxdı uşaqlar və buradan da lol adı məncə. Yox, Cleanse imiş. Ay öldür məni. Öldür. Öldür məni. Öldür. Öldürürsən, ölürsən, neyləmək istəyirsən? Qaza da girirəm, mən onsuz ikinci kişini də tapamayacağam. Və dostlar, 4-cü hədiyyəmiz həm melək, həm də şeytan hədiyyəmizi indi açırıq. Və indi yəni meləkdən hadi bir şey və meləkdən çıxmadı. İnşallah şeytandan nəsə çıxar, şeytandan da bir şey çıxmadı. Çox şanssız gedirik uşaqlar. İnşallah bu mekka kutumuzdan nəsə çıxar. Və buradan da bu güc mən altını da aldım uşaqlar və mekka kutumuz üçün, son kutumuz üçün bir mat giririk. Gördüğünüz kimi dostlar oyunumuz açıldı. Buradan da bunu aldıq. Yəqin ki cekini alarıq. Hayda hasar vur da biraz. Öldəcək sən də hara qaçsan, nə söyləyəcəksən da. Vurmur bu. Aha bunu da buradan aldıq və 7 nəfər qaldı uşaqlar. İndi isə buradan gəl, haydi gəl. Buradan da 4 nəfər qaldı. Mən yenə gedirəm qaza ölməyə. Çünki heç ölmürəm. Birinci olmağa da çox var. Yəni əslində az var. Hep botlardır deyə çox var və 5-ci ödülümüz olan mega kutunu açmağa son saniyələr qalıb və mega kutuya bastım. Yenə 9 yazdı uşaqlar. Bu nə şansdır, bu nə şanssızlıqdır. Amma qəşəng bir rozet verdi. Yenə də bir şey çıxmadı uşaqlar. Və bu kupa sezon kupası və buradan da bir kupa kutusu vermədi. Son ödülümüz olan hiper şarj üçün də buradan onu alacağım. Onun üçün bir oyun oynayacağım və burada sarı hediyelərimiz var. Mortis üçün kredilərimiz və 10 elmas. Buradan yine 7 kredi və buradan da bunu açdıq 100 kredi yenə. Və bundan da süper ender yazdı uşaqlar və indi isə baxın 68 elmasımız var. Buradan da nə verir? Aldım bunu da və yeni karakterimizdə buradan kim seçim? Məncə burada Daryl daha üstündür uşaqlar və yeni karakterimizdə xeyirli uğurlu olsun. Bilirəm bu videonun necə deyim, mənası ilə düz getmir, amma yenidən son oyunumuzu girdi uşaqlar. Bu oyun inşallah yenə yararlı bir hiper şarj çıxar. İndiyə kimi çox şanssız gəlmiş uşaqlar və gördüyünüz kimi oyunumuz açıldı uşaqlar. İndi yüklər qırdım. Səviyyəsi də azdır bu emizin, ona görə vurmuram. Karlı alaram buradan. Karlı girməyəcmə də. Aha aldım Karlı da, qaçır Karl. Karl qaçma, öldürəcəksən bu saat məni. Karl qaçma. Aha bunu da aldık buradan və 5 kişi qaldı. Son 4-cü də öldürün. Hadi bir-birinizi öldürün. Və 4 kişi də qaldı uşaqlar. Son oyunumuz, son ödülümüz hiper şarjı açır uşaqlar və yavaşdan da videonun sonuna gəlirik. Və hiper şarjımızı açaq. Açdım və Jesse'nin hiper şarjı çıxdı. Neyse dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videonun davamı üçün kanalıma abunə olmağı və bu videoya like atmağı unutmayın. Və hələlik dostlar, gələn videolarda görüşənədək.